Salam, hər vaxtınız xeyir olsun, dəyərli YouTube izləyicilərimiz. Uzun müddətdir ki, axtarışımda olduğunuz həyət evini mən sizə tapmışam. Heç bir zabora bitişiyi olmayan ev. Həm ipotekaya gedir, həm nəğd şəkildə ala bilirsiniz. Sənədlər tam qaydasındadır. Həm torpağın kupçası var, həm evin kupçası var. Əvvəlcədən onu qeyd edeyim ki, bir məhəllənin içərisində düz 14 dənə evdir. 14 dənə ev, digər bir məhəllə var ki, orada yenə də əlavə 4 dənə, 5 dənə evdir. Yəni, bugünkü təqdimatımız bir dənə ev deyil. Demək olar ki, bir dənə şəhərcikdir. Məhəlləyə qədər asfalt yol. Evlərin də qiymətində cüzi fərqlilik var. Bunun da səbəbi həyət yanı sahəsinə görədir, otaq sayına görədir. Hazırda bu göstərdiyim evin sizə məlumatını ətraflı şəkildə qeyd edəcəm. Evimizin yerləşmə yeri Məhəmmədli qəsəbəsidir. Orta məktəbin tam yaxınlığı, asfalt yola yaxın, qapıya qədər də birbaşa asfalt. Evin sağı, solu, arxa tərəfi heç bir zabora bitişik deyil. Padvala giriş var, evin çardağına giriş var. Həyəti də görürsünüz, tamet daşla döşənilib, kiçik bir bağ hissəsi də saxlanılıb. Evin həyətinə də maşın daxil olur. Gəlin keçək evin daxilinə. Padvala giriş, çardağa giriş hamısı var. Hazırda təqdim elədiyim evin qiyməti 67.000 manatdır. 67.000 içinə daxildir. Mətbəx mebeli, kombisi, hamam aksesuarı. Bu məhəllədə 62.000-ə də evim var. Yenə deyirəm, həyət fərqinə görədir. Və 86.000-ə də evim var. O da otaq sayı çoxdur, həyəti böyükdür. Amma hazırdakı evimizin qiyməti 67.000-dir. Ev dairəvi, qoşadaş, altı beton, üstü kəmər və kombi xətti də çəkilib. Yenicə də təmirdən çıxıb. Məhəllədə bir damla belə olsun, nəmişlik su yoxdur, qupquru məhəllədir. Bu qədər əzizləyicilərim, yaxınlaşın bu evlərimizdən əldə edin.